Bu günləri mən öz borcumu yerinə yetirib, kimsəsiz qalan bir Azərbaycanlının cəsədini Azərbaycana yola salıram. Minnətdaram öz Azərbaycanda olan, məni təsdiqləyən, bu sənətdə mənə kömək edən Şaxvələt Əsgərov bizim rəhbərimiz olaraq sənə öz təşəkkürümü bildirirəm ki, sizin sayənizdə, sizin verdiyiniz bu vəsiqə ilə mən bu günləri Saratovda hər bir yerdə qeydiyyatdan keçə bilirəm, öz millətimə kömək edə bilirəm. Bildiyiniz kimi bu günlərim Azərbaycana yola saldığım bu cəsədin bir kəsi yoxdur, təkcədir, heç kimi yox idi. Azərbaycanda 2 dənə qız evladları məndən xahiş elədilər ki, atamızı bizə təhvil verəsən. Bu rəhmətlik bu günlərim ayın 16-sıdır. Ayın 7-sində rəhmətə gedib o gündən bu günə qədər də morqda qalırdı. Kimsədən də xəbəri yox, köməkdə yox idi. Adı Məmmədov Mamed Rəhman Axmedoğlu, 60 təvəllüddür. Şəkər xəstəliyindən əziyyət çəkirdi. Burada Zavodskoy rayonunda marşrutda şofer işləyirdi. Olardı ki, şəkərindən əziyyət çəkərək balnitsaya düşüb və balnitsada rəhmətə getmişdi. Artıq 3 gündür ki, mən onun sənədlərinlə bağlı olaraq tək başıma bu Saratov şəhərində Allahlara şükürlər olsun ki, hər kəsin köməkliyi ilə burada Elşən Əliyev Sumqayıt rayonundandır. Öz minnətdarlığımı bildirirəm ki, o mənə böyük dəstək oldu, kömək oldu. Mən bugünkü günü Azərbaycana yola saldım. Azərbaycandan Əliyev Anar mənə dəstək oldu, kömək oldu. Anar, sənə öz təşəkkürümü bildirirəm. O bizim başımızın ucalığıdır, qazidir. Mənə kömək elədi və bugünkü günə qədər də kömək edir. Və buradan gedən şoferimiz Səmədov Anar Camaloğlu 27 yaşı var. Uşaq olmağına baxmayaraq böyük dəstək olub mənə. Bugünkü günü o cəsədi Azərbaycana çatdırmaq üçün sutka yarıma sabahları saat 5-də qızlarına təhvil veriləcək. Öz minnətdarlığımı bildirirəm. Allah onun atasına şəfa versin. Atası bugün balnitsadadır, əməliyyatdadır. Allah şəfa versin, can sağlığı versin ki, bugünkü günlərdə bizim yanımızdadır. Buradakı yaşayan Azərbaycanlılarımızdan dəstək olan mənə İsmət qardaşım oldu. İsmət qardaşım oldu, sağ olsun İsmət qardaş mənə dəstək oldu. Elşən, sənə öz böyük təşəkkürümü bildirirəm ki, səni kimi gözəl bir insan mənə dəstəkdir, mənim arxamdadır, o da mənim üzvümdür, mavin olacaqdır mənim üçün. Sağ olsun Elşən, Elşən Əliyev Qəzənfəroğlu Sumqayıt rayonundan. Sağ olsun, bugünkü gündə mən öz elimə hansısa bir tək qalan, kimsəsiz qalan bir qohumu yox, hamı qəşəng bilir. Burada yaşayanlar yəqin ki, yaxşı bilər ki, bir sənətə hazırlamaq üçün nə qədər vaxt lazımdır. Tembolidə qohumu deyilsən, davernisdə yoxdur. Amma ona baxmayaraq mən hamısını təsdiqlədim və bugünkü gündə bütün sənədlərini hazırladım. 2 saatdan sonra Azərbaycana yola düşür. Gördüyünüz kimi naçalnikin kabinetindəyəm. Sənəd hazırdır. Это справка пенсионного фонда получения пособия на погребение. Отправьте свидетельство. Здесь начальники будем благодарить, которые поднимали меня сегодня без очереди. Наталья Сергеевна, спасибо вам большое, огромное. Спасибо вам огромное. Благодарим на начальник отделения ЗАГСа на смертельный справка дает. Спасибо вам огромное. Sevinç xanım, bu dəqiqə balnitsadayam. Xəstələrimiz Azərbaycanlılarımızın yanındayam. İndi bu ayrı balnitsaya gedirəm, hospitala. Orada yaralılarımız var, əməliyyatdadır. Əməliyyat burada da indi bir Azərbaycanlı həkimimiz var. Ona da tapşırdım ki, nə qədər Azərbaycanlılarımız varsa hamısına dəstəyi, köməyini mənimdək olmayıb. Sağ olsun. İzmirdə, ətrafda da İndi oradan da sən özün qəşəng-qəşəng çəkib göndərə bilərsən. Zdrastvuy.